Bu günlər mən sizə Burmetrdə yerləşən 61 kvadrat sahəsi olan şəhər mərkəzinə 10 dəqiqəlik məsafədə konforlu və ideal bir mənzili təqdim edəcəm. Mənzil hal-hazırda təmir ərəfəsindədir və köhnə şəkillərində də göstərəcəm sizə. Köhnə şəkillər də super bir mənzil olub. Hal-hazırda mənzil təmirdədir və qısa zamanda təmir bitəcək. Deməli, mənzilimiz 2 otaqdan ibarətdir. Bir böyük saldan, çox böyük geniş sal var. Zalov birləşik mətbəxi var. Balkona gördüyünüz kimi çox gözəl birbaşa çölə baxır, rahat oturmaq üçün günəş işığı düşən bir balkondur. Bura mənzilin əşyaları qoyulması üçün olan bir qardırop otağıdır. Bura isə mənzilin yataq otağıdır. Gördüyünüz kimi bütün o təmirlə bağlı bütün əşyalar bura yığılıbdır. Böyük plazma televizordur. 2 nəfərlik yataqdır. Yəni orada olan əşyalar, orada olacaq əşyaları bura yığılar. Və keçid alaq mənzilin hamam otağına. Hamam otağı da gördüyünüz kimi səliqəli vannası var. Paltar yumaq üçün maşın. Hər şey tam təmir olunmuş. 2 maşınlıq parket yeri var. Bura və bura 43-cü yerlər sırf mənzilə aiddir. Bu ayın 28-də tam olaraq təmiri bitəcək və kirayə veriləcək. Bu da mənzilin həyətidir. Gördüyünüz kimi bina, bu binada yeni tikilidir. 7-24 deməli mühafizə sistemi var, kameraları var, təhlükəsizlik kameraları, bütün bura çıxır. Bu ayın 28-də mənzildə təmir bitəcək və artıq kirayə verilə biləcək. Əgər maraqlanırsınızsa bizdən əlaqə saxlayın. Görüşənədək.